Bəli, davam edirik. İndi nədən danışaq inşallah? Bəs yaxşı, bəs görəsən kilobitdən megabayt necə keçə bilərəm? Gigabitdən megabayt necə keçə bilərəm? Belə düşünün də, ən elementar bir variant verin. Bizim gələcəkdə lazım ola biləcək bir variant. Məsələn, sizə Wi-Fi çəkin gəlib deyir ki, sizə 500 megabit internet çəkir. Sən nə deyirsən? 500 megabit nə qədər internet deməkdir ki? Mən nə bilim ki, mən ondan məsələn 2 GB fayl yüklənə nə qədər yükləyəcəm. Deməli, mən megabitdən nəyə keçməliyəm? Gigabayta keçməyə bacarmalıyam ki, mən başa düşüm ki, həmin o gigabaytlıq faylı mən necə saniyə yükləyəcəm. İndi gəlin onlarla danışacağıq. Yaxşı, bu tip ötürmələri necə edirlər? Bu tip ötürmələri eləmək üçün, məsələn, atıram. Deyirəm ki, sizə 2/15 megabit neçə megabaytdır? Megabayt deməyim, gigabaytdır. Neçə gigabaytdır? İlk misalımız budur. Yazaq mən deyim. Bəli. İndi gəlin bunu həll edək. Sən yaxşı olardı ki, mənim kimi aralı yazasan. Bax, mən fikirləsən, aralarında biraz boşluq qoymuşam. Bunun üçün bir səbəb var, izahda bizə lazım olsun. Aralarını ayıracaq. Biraz aralı bura qoy sən. Megabit, megadan bit arasında biraz aralı olsun. Giga ilə də baytın arasında biraz aralı olsun. İndi deyəcəm, bunun ara qoymamız səbəbi nədir olur? Normalde bir ara qoymamıza ehtiyac yox idi. Amma gördünüz burada megabit, gigabayt biraz fərqlilik var. Deməli, amin o ara mənə kömək eləyəcək. Nə üçün kömək eləyəcək? İndi baxacağıq. Bu tipli suallarda bax fikir verirəm. Bir tərəf başqadır, bir tərəf başqadır. Onda nə edirəm? Neçə hissəyə bölürəm bunları? 2 hissəyə bölürəm. Bu bir tərəfli 2 hissəyə bölürəm. Sonra birinci hissələri bir birləşdirirəm. İkinci hissələri də bir birləşdirirəm. İndi nə edirəm? Yenə ədədə olduğu kimi nə edəcəm buradan? Ədədə olduğu kimi yazacağım. Ədədim 215'dir. Olduğu kimi yazdım. Evet. İndi birinci mərhələyə baxıram. Birinci mərhələdə mən megadan nəyə keçirəm? Gigaya. Megadan gigaya keçəndə mən kiçikdən böyüyə keçirəm, böyüdən kiçiyə. Kiçikdən böyüyə. Nə etməliyəm o zaman? 210'a bölməliyəm. 210'a bölməliyəm. Onda kəsr xətti çəkdim, böl 210. Birinci mərhələdə işimi qurtardım. İndi ikinci mərhələyə baxıram. İkinci mərhələdə nə etməliyəm? Bitdən nəyə keçməliyəm? Bayta. Bu zaman nəyə keçdim? Yenə kiçikdən böyüyə. Nə etməliyəm? Bölməliyəm. İndi bölməliyəm, sonunda məxrəcdə yazmalıyım, sürətdə yazmalıyım. Əlbəttə məxrəcdə yazmalıyım. 200-dürsə, bölürəm, onu da məxrəcdə yazmalıyım. 200-2. Bu da elədi 213, məxrəc elədi 213, sürət elədi 215. 215-i 213'e böləndə göz sürət sıxıldı, qaldı 202, o da elədi 4 GB. Yəni sizə desələr ki, sizə 1 saniyədə 215 megabit internet sürəti verir. Sən deyəcəksən ki, bu əslində 1 saniyə 2 GB deməkmiş. 4 GB. Əlbəttə ki, bu bir necə ölçülür? Xəyalidir. Bu sürətdə bizim internetimiz yoxdur. Amma bu böyüklükdə bizim faylımız ola bilərmi? Əlbəttə ola bilər. Fayl analogiyasında artıq şey yapacaq. Başa düşdük bunu. Bir dənə də nümunə verirəm tam başa düşməyiniz üçün. Ondan sonra sizə sual verəcəm. İndi deyirəm ki, 2/25 kilobayt neçə gigabitdir? Neçə gigabitdir? Deyən nə etməliyəm uşaqlar? Birinci kilodan gigaya keçirik. Sonra birinci hissələri birləşdirməliyəm. İkinci hissələri birləşdirməliyəm. Sonra da ki, nə edəcəm? Adi misal kimi. 225 olduğu kimi yazdım. İndi kilodan gigaya keçən zaman nə etmək lazım? Kiçikdən böyüyə keçirik. Kiçikdən böyüyə keçirəm deyə nə etməliyəm Kamran? Kilodan gigaya keçirəm. Kiçikdən böyüyə keçirəm deyə bölmək lazımdır. Düzdürmü? İndi bölmək lazımdırsa, bölməni harada yazacağam? Yenə məxrəcdə yazacağam. Neçəyə böləcəm? Mən kilodan gigaya keçəndə 2 addım aşağı gedirəm axı. Birinci addım kilodan megaya, ikinci addım megadan gigayadır. 2 addım getdim, ona görə 220'ye bölməliyəm. Aşağı tərəfdə düşür orada gör videoda. 220'ye bölməliyəm. Davam edirəm. İkinci addıma keçirəm. Bir də baytdan nəyə keçməyə lazımdır uşaqlar? Bitə keçməyə lazımdır. Bəs yaxşı mən baytdan bitə keçəndə nə edirəm? Artıq mən böyüdən balacaya keçirəm. Nə etməliyəm aytan? Vurmalıyam. Vururamsa yuxarı gedirəm, deməli vurmalıyam 203'ə. Vurmalı harada yazacağam? Məxrəcə sürətdə. Sürətdə yazacağam. Vur 203. İndi sürətlər toplanacaq 25 o da 228, 220'ye də bölsəm qalacaq 208, 208 nə? Gigabit. O da elədi 256 gigabit. Başa düşdük? 100%. Hamır. Zoom'dan qoşulanlar. Zoom deyirəm, bitdən qoşulanlar. Bit yazdı.
Gigabit. Gigabit deyil. Gigabit. Əla. Aydındırsa o zaman görək nə qədər aydındır. Sualımız belədir. Buradan yazırsan sualı. Sual belədir ki 2 üstü 25 gigabyte neçə kilobitdir? Neçə megabitdir? Neçə terabitdir? 225 GB neçə kilobitdir, neçə megabitdir və neçə terabitdir? Üçünü də çevirirsiniz. Bəli, neçə terabitdir? Kamran, sən də öz dəftərində yazırsan. Neçə terabitdir? Bir də gəlin dəfədə misal dəftəriniz olsun. Təkrar üçün ayrı dəftər qazansın. Təkrar dəftərli bir dəftəriniz olsun, 100 vərəq. Yox. Cavabı bildiğin suallar niye versin? Olmaz, gelmez. Çok yaxşı adım atmışsın yöneticilerine. Sadece sınav gedəndə görəcəksən ki, bunun nə qədər faydası olacaq. Nasıl alamam? Sınava gitmeyeceğim. Getmək lazımdır. Şu olar, siz sınava getməlisiniz ki, həmin mühitə alışasınız. Məsələn, Hüseyin bu yaxınlarda sınava getməli, də Hüseyin? Evet. Əziz də mənim yerimə dərsdə görsən, 3-cü gün. Vətən. 11 dənə bulanı vurdurarsan. Benim Aferin. Hə, deyərsən ki, müəllim demiş niyə yoxsan? Əziz seçər 4-cü 1 saat yarıma artıq qalır. Bu ayrı mı birincisi? Aylar. Gigabit ayrı mı rakam? Gigabyte. Bacararsan. Gigabyte, kilobit. Eyni qayda ilə 2 hissə ayır və həll elə. Və sürətli olar. Gigadan kilo. Saat neçədir? Nə baxa bilərəm? 20.04, təxminən 1 saat. Aha. Nəysə, hələ bizim bir yarım saatımız var. Mətn nəzmini keçə bilərik. Bu gün mətndə keçsək... Mən işin ötəm var, sən getməyəcək. Heç olmasın. Məsələn, buterbrot verərəm. Bizim dükan var yaxınlıqda. Gelin də sabiyə bilərsən. Məsələn, qonağa gedə bilərəm. Amma dərsən getməyə icazə verməyəcək. Onu zayıfə yiyeyim. Sən oraya gelip gəlməyin. 10 dəqiqə demədim. Yazdım müəllim. Həll elədiniz. Ayten yazdın. Yox. Size sürətli olun, sürətli olun. Ben başı var. İlk qonaqları sizdə. Başın qarışmaz. Diqqətli olsun, qarışmaz. Fikrin evdəki yeməyin arxasında olmasın. Məncə bunun fikrini motosikletin yanında. Fikirləş aydağı necə sürərəm? Mən birinci gündür. Həvəsli də bir dəfə məsələ yapmayayım, mara qatacaq. Yazdım onu. Yazdım. Yaxşı elədim. Ne yerim? Hətta belə ola bilərik, uşaqlar. Hamı qoşula bilsəydi əgər birinci gün və dördüncü gün. Birinci gün belə öyrədərdik, dördüncü gün yarış edərdik. Hər dördüncü gün dərsdən sonra. Mən elə bir ki, bugün keçdiyimizin 4-cü gün yarışını. Dördüncü gün yarışını edə bilərdik. Maraqlı olardı. Amma təsir kam olmayacaq. Ona görə biz onu belə eləmiş olacaq. Bazar günü də artıq qalar, onu da yarışıyıq. Baxarıq, neysə, onları düşünərik. Onları düşünərik. Musa dəli olur. Uşaq, biraz uşaq sayımız dərsi çox olsa da narahat olmayın. Elə eləyəcək ki, o ekvalent dərs keçsin. Məsələn, mən bir şey həmçinin edirdim uşaqlar. Fərdi qrup uşaqlar gəlirdilər. Olan tutaq ki, hərəsə həftədə 2 dəfə olmalı, düzdür. Mən həmçinin edirdim. Üçünü birləşdirirdim, həftədə 6 dəfə edirdim. Siz necə? 3 nəfər olurdular, amma uşaq arasında fərdi qrup verirlər də. 3 nəfərdilər, hərəsə həftədə 2 dəfə olmalıdır, ayrı-ayrı olmalıdır. Mən hərəsini həftədə 6 dəfə keçirdim, amma bir yerdə 3 nəfər keçirdim. Başa belə bir şey edir. Yəni, uşaq sayımızın çox olması sizin narahat eləməsin, əvəzini dərsi çox keçərək qarşılayacaq. İndi çox deyəndə çox deyilsiniz. Normal qrup 20 nəfər olur, siz 13 nəfərsiniz. Də çox deyilsiniz. Hətta 12. İndi uşaqlar, başa düşdük bura qədər. İndi gəlin bunu həllinə baxaq. Görək kim düz yazıb, kim səhv yazıb. Birinci gigabaytla kilobitə keçməyə lazımdır. Bu dəfə mən bu tərəfi siləcəm, Kamran da bu tərəfi siləcək. Var tərəfində. Oradan da silə bilərsən. Sil oradan, buradan həll edək ki, uşaqlar aydın görsün. Bir-birinə deyək. Amma bir qələm verməmiş. Ona görə xəttim istiyorum, deməli. Necə fırlanır? Hə. Sən neydəsən? Sən onu belə qoy. Əslində belə də yaza bilərsən, amma elə yazmaq istəmirəm. Çünki elə yazdığın zaman... Mən kitaba söykədim. Mən əlimdə tutum yazım demədim belə. Mən deyim, əlimdə tutum yazım mı? Evet yani. O notepad deyil sən. Abi, nə var əlimdə tutum? Bu da normal durmuşdu. Bu niyə belə fırlanmağa başladı ki?
Benim ekran dönmesi açık var. Ekran dönməsi ola bilər açıq. Mən pauzaya Necə qoyum. bağlayırlar? Müəllim. Çıxın müəllim. Raz çəkin. Məni pauzaya qoyum. Məsələn. Hə, getdik. Birincidən başlayırıq. 225 225 GB neçə Kilobit. kilobitdir? kilobit. Bəli, kilobitdir. Ama megabit yok. Bunu həll eləmək üçün, fərq eləmək üçün megabit də var misallar. Yenə edirəm. 2 ilə bölürəm. 225 olduğu kimi yazıram. İndi GB-dan kiloya keçəndə nə etmək lazımdır? Ana keçirəm. Böyüdən kiçiyə keçirəm, nə etməliyəm? 220-yə vurmalıyam. Vurmalıyım 220-yə, çünki 2 addım getmək lazım. Birinci addım GB-dan megaya, ikinci addım megadan kiloya. Deməli 220-yə bölmək lazımdır, yoxsa vurmaq lazımdır. Çünki mən böyüdən kiçiyə keçirəm. Vurdum 220-yə. İndi ikinci yerə baxıram. Bu səfər nə etmək lazımdır? Baytdan Bitə bitə keçmək lazımdır. Bəs baytdan bitə keçəndə nə etmək? 203-ə vurmalıyam. 203-ə vururam, çünki yenə böyüdən kiçiyə keçirəm. Bu dəfə də vurdum 203-ə. Ümumilikdə bütün qüvvətlər toplansa 248 kilobit almış oldum. Birinci getdi. İkinci. Nə edirəm indi? Gigabaytdan, 225 gigabaytdan keçmək lazımdır. Megabitə. Megabitə. Yenə 2 hissəyə bölürəm. 225 olduğu kimi yazıram. Gigadan megaya nə edirəm? 210-a vururam. Böyüdən kiçiyə keçdiyim üçün 210-a vururam. Baytdan bitə keçəndə nə edirəm? 203-ə vururam. Yenə 203-ə vururam. 238. Bəli, ümumilikdə bütün qüvvətləri toplasam 238. Üçüncü misal. 225 GB-dan terabitə keçirik. Bəli. 225 GB-dan keçirəm terabitə. Bəs yaxşı. İndi nə edəcəm birinci addımda? Vuracam belə. 210-a böləcəm. 210-a böləcəm. Gigabayt Çünki kiçikdir, gigabayt kiçikdir, terabayt böyükdür ondan. 200 Kiçikdən böyük keçirəm deyə bu dəfə 225-i böləcəm 200-10-a. Sonra Amma ki 218. 200-ü neçəyə vurmalıyam? 3-ə. 200-ə vuracam çünki baytdan bitə keçəndə yenə mən böyükdən kiçiyə keçmiş oluram ikinci addımda. Ona görə vuracam 200-ü 200-ü yazdım sürətdə. 228 bölünsün 210. Bu dəfə də 228 bölünsün 210. O zaman da çıxıldı, qaldı 210 8 nə? Terabit. Terabit. Düzdür. Başa düşdük? Bəli. İndi yazırsanız evə. Qrupa yazın da. Yox, qrupa yaza bilməyəcək məncə. Mən yazdım. Üstü kimi yazmaq lazım. Yaxşı yaz. Belə yazaq. Evə bunu yazırsınız. Kamran da orada yazır. Bir dənə misal verəcəm. Hər şeyi keçirəcəksiniz. Müəllim ola bilən söz deyək. De. Mən bunu haçana indi soruşacaqsınız. Mən bunu soruşacağım sizdən 4-cü günə. Tapşırıq da. Tapşırdım. Bəli. Baş. Belə başa düşdünüz nə söhbət? Nəyi soruşacaq? Birinci gün, 4-cü gün. 1-4 əlavə edə. Bir də ki 4 ilə bazar. Sanki 4 ilə bazarın ilk 1 saat yarımı yeni dərslər. Birinci gün və 4-cü günün 1 saat yarımdan sonraki 1 saatı təkrar. Başa düşdünüz? Necə oldu? Mən 4-cü gün də təkrar. 2 saat yarım olacaq. Sənin bir dənə dərsdə olacaq. Başa düşmədin? Hə, birinci 4-cü 2 saat yarım dərsində. Ay müəllim. 2 saat yarım müəllim. Abi fasilə verəcəm arada, çay verəcəm sənə narahat olma. Dayandırma. Hemen dayansın da. Hə, yox, dayandırma. Getdik. Getmiş olar, ev tapşırığınız budur. Ev tapşırığı oradakılar da görsün ki, rekorddan bilsinlər. Ev tapşırığınız budur. 235 bit. Bit deməyək buna. Kilobit deyək. Neçə bitdir? Neçə baytdır? Neçə kilobaytdır? Neçə nədir müəllim? Bitdir, Yazım. neçə baytdır, neçə kilobaytdır? Neçə megabitdir? Ha, bir də eyni olanları sizə demədim. İndi bir dənə onu uyğun misal verəsəm görəcəksiniz. Ev tapşırığı kimi yazın hələ. Sonra kilobit, megabitdir, neçə megabaytdır? Neçə gigabitdir? Neçə gigabaytdır? Ondan sonra neçə terabitdir? Ən son neçə terabaytdır? Bunu yazdığınız halda elə bilin ki, bu misal tam başa düşdünüz. Müəllim ola bilən söz. De. Mən kilobitdən bayta keçəndə bit 235 qalır. İzah edəcəm. Tamam. İndi bir dənə nümunə O nədir? verəcəm, Şurada görəcəksiniz. fəs qoyubsan. Ona bir dənə nümunə verəcəm, uşaqlar görəcəksiniz. Hamısını yazdın? Əla. İndi gəlin bir dənə nümunə verim ki, hiss elədim ki, burada problem yaşayacaqsınız.
Bax kilobitdən bayta keçəndə problem yaşayacaqsınız. Çünki orada bitdi, burada bir dənə element var. Məsələn, bu kilobayt deyil, bu sadəcə baytdır. O zaman uşaqlar ən asanı bilirsiniz nədir? Kilobitdən əvvəlcə nəyə keçin? Bitə. Kilobayta keçin. Onda kilobaytdan sonra da nəyə keçərsiniz? Bayta keçərsiniz. Başa düşdün məntiqi? Elə bir ki, mənə kilo... Bitdən əvvəlcə kilobayta keç. Hə, 210-a böləcəm. Ay sol, və yaxud da bilsən neynə? Kilobitdən bitə keç, sonra bitdən bayta keçərsən. Kilobitdən bitə keçəndə 210. 210-a bir ki vurursan, sonra da təzdən bitdən nəyə keçirsən? Bayta keçirsən. Başa düşdünüz məntiqi? Mən Yazın belə dəftər bizə uşaqlar. Qayda dəftərini açır yazır. Qayda dəftərini açır yazır. deyim. Qayda dəftərini açır yazır. Bizə nə yazarsan? Qətimizə qayda dəftəri. Benim bir dəfə yazmışam. Hə. Uşaqlar belə yazırsınız. Kilobitdən bayta keçmək üçün əvvəlcə kilobitdən bitə keçmək, daha sonra isə bitdən bayta keçmək ən ideal yoldur. Nəyə görə kilobayt edemədim? Çünki o biraz risklidir, orada problem yaşaya bilərsiniz. Əvvəlcə kilobitdən bayta keçmək üçün əvvəlcə kilobitdən bitə keçmək, daha sonra isə bitdən bayta keçmək ən ideal variantdır. Bəli, kilobitdən bitə. Mən cavab 242-dir, şifaya sağlam. İndi gəlin, o misal qoyuruq yerində bir dənə alma misal verirəm, onu əldə edirik. Məsələn, misalımız belə olsun. 2 üstü 25 kilobit. Bir neçə bitdir? Birinci neçə bitdir istəsinə? Zaten mən sizə demişdim ki, bir şeyin kilosu ondan nə qədər böyükdür? 2 üstü 10 dəfə böyükdür. Onda 2 üstü 25 kilobit. Bitə çevriləndə nəyə vurmaq lazım olacaq? 2 üstü 10-a. 2 üstü 10-a vurmaq lazım olacaq sadəcə. O da eləyəcək? 2 üstü 35. 2 üstü 35 bit. Bu sən bildiniz? Bəli. Başa düşdün? Bax, bir şeyin kilosu ondan 210 dəfə böyükdür. Kilobitdən nəyə keçirsən? Bitə keçirsən. Onu sadəcə neçəyə vuracaqsan? 210. Kilobaytdan bitə bayta keçirməyə eləyərdən. Yenə 210 aparardı. Yəni kilobaytdan bayta keçməklə kilobitdən bitə keçməyin bir fərqi yoxdur. İndi kilobitdən keçək bu dəfə bayta. Uşaqlar, kilobitdən bayta keçmək ən asan yolu nə idi? Əvvəlcə nəyə keçmək? Mən bitə keçmək. Sonra bitdən bayta keçmək. Bitə keçməyə zaten bilirsiniz. 2 üstü 10-a nə edəcəm? Vuracam. Vuracam indi əvvəlcə bunu. 2 üstü neçəyə? 2 üstü 10-a. 2 üstü Bu 30. birbaşa bitlə cavab oldu, düzdürmü? Bəli. İndi beynimdə saxlayıram. Bu bitlə cavabıdırsa bitdən bayta keçirsən nə eləmək 2 lazım? üstü 3-ə bölməliyəm. 2 üstə bölmək lazım. Bir də altına çıxart çəkəcəm, böləcəm. 2 üstü 3-ə. Tutarım getdi, görürsünüz? Bir dəfə 2 üstü yerləşəm. 32. O da elədi 2 üstə 32. Başa düşdüm mən. Başa düşdün? Bəli. Yo, hələ 2 nə istəyəcəm. Mətin var. Sən neçədir? 15 dəqiqə işləyir. 15 dəqiqə. Siz 15 dəqiqə 1 saat demədiniz. Yox, bir də Mətin əzmini izah edeyim ondan sonra. Onu gələcək aslında mən 4-cü ilə gələcəyik. Sən böyük. Tam başa düşdü. Rekordla izləyənlər. Siz də başa düşdünüz. Əli, əsas sən. Bax, sən ehtiyat edirəm ha səndən. Sən çox qəşəng potensialın var, amma sanki illə böləndə biraz tənbəllik eləmirsən mənim qrupumda olmayanda. Getdi uşaqlar. İndi yeni hissəyə keçirik. Mətin nəzminin hesablanması. Mən də sizə desəm ki, bir korobka kitab nə qədər pul eləyir, necə taparsınız? Birinci bir kitabı Əlbəttə, bir tapıb. korobkada insan kitab olduğunu taparsan, sonra kitabın nəyinə vurarsan? Kitabın qiymətinə. Yəni kitabın sahibi olsun, kitabın qiymətinə. İndi mən sənə desəm ki, mətn nə qədər yer tutur, necə taparsan? Əvvəlcə mətndəki simvolların sayını taparsan, çünki korobkada kitab olardı, mətndə simvol olardı. Simvolların, bəli, sən başqa səhifə açacaqsan. O gələn Görən də qardaş, bir şey eləmirsən. Hə, İndi eləmində oxusu qəşəng idi. A, belə onda adam xanadan çıxar. Uşaqlar, neysə, diqqətsiz məndə. Nə deyirdim? Məsələn, mətnin həcmini tapmamda deməli, nə etməliymişəm? Əvvəlcə mətnin simvollarını saymaq lazımdır, sonra bir simvolun həcminə vurmaq lazımdır. Onda V bərabərdir nəyə? V bərabərdir. Bir simvol. Simvolların əvvəlcə sayı Bir simvolun həcmi. vurulsun, bir simvolun həcmi. Bu bizim mətnimizin həcminin hesablanması düsturudur. Mətn. O da simvol sayı verilibsə bu düsturdan. Simvol sayının həcmi verilibsə bu düsturdan istifadə Bəli, olunur. indi izah edəcəm uşaq. Deməli, bu düstur nə vaxt istifadə edir? Məsələn, sənə deyir ki, Saymaq Turan sözü mümkünsə. yaddaşda nə qədər yer tutar? Salam Azərbaycan sözü nə yaddaşda nə qədər yer tutar? Və ya da konkret bir cümlə verir, deyir o yaddaşda nə qədər yer tutar? Onda nə edirsən cümlənin simvollarını? Sayırsan və bir simvolun həcminə vurursan. Yaxşı.
Məsələn, belə bir cümlə deyirəm. Şah Qacar Əl-Əfqan. Uydurdum əlbəttə ki, belə bir insan yoxdur. İndi uşaqlar, arada da şahdan sonra bir vergül var. Sizə deyirəm ki, bunu nə qədər yer tutduğumu tapam. Əvvəlcə nə etməliyəm? Simvolların sayını tapmalıyam. Ona görə başdan axıra sayıram. 1, nöqtəli nöqtəli, 2, 3, 4, boşluğu sayıram. 5, qırını sayıram. 6, A7, vergüldən sonra boşluq mütləq var. Uşaqlar, qrammatik yazı qaydalarına görə birinci vergül qoyulur, sonra boşluq qoyulur. Sonra da yeni söz başlayır. Ama biz eləmirdik, değil mi? 1, 2, A, 3, H, 4, vergül, 5 boşluq, 6, G, 7, A, 8, C, 9, A, 10, R, 11, Boşluq. 12, 13, sonra boşluq 14, mən neyini get? 15, 16, 17, 18, 19 simvol var. Deməli, simvolların sayını yerine yazdım və bərabərdir 19 vurulsun. Deməli, nə lazımdır? Bir simvolun həcmi lazımdır. Çox, bir simvolun həcmi hardan tapılır? Əlifbadan tapılır. Əgər bizim əlifbamızda 2 üstü n dənə simvol olsaydı, bizim simvolumuzun, bir simvolumuzun həcmi olardı n nə? Kamran. N bit. Nasıl? Məsələn, 2 standart əlifbamız var. ASCII, Unicode. ASCII-də simvolların sayı 256-dır. 256 nəyə bərabərdir? 2 üstü neçəyə? 8. Qüvvətdə neçəni gördünüz? 8. Deməli, 8 nə olacaq? 8 bit. Bir simvolun həcmi 8 bit. Və biz artıq biti bayta çevirə bilirik deyə. 8 bit də bərabərdir nəyə? 1 bayta. Deməli, ASCII-də bir simvol nə qədər yer tutur? 1 bayt. 1 bayt yer tutur. Bu ASCII-dir. Gəlirəm indi Unicode-da. Unicode da çox istifadə olunan bir əlifbadır. Uşaqlar, əvvəllər ancaq ASCII-ni istifadə edirlər. Sonra ölkələr müstəqil olduqca onların öz əlifbaları meydana çıxdı. Ona görə 256 simvol nə eləmədi? Çatmadı. Yeni bir əlifbaya keçdilər. O da Unicode ya. Unicode-da da simvolların maksimal sayı bayaq 216 öyrətmişdim ha sizə. Həmin o ədəddir. 2 üstü 16, 216 nə qədər eləyirdi? 65.536. Unicode. Unicode yazılır. Unicode. 65.536 simvol var. O da 2 üstü neçə eləyir? 216 eləyir. Qüvvətdə neçəni gördünüz uşaqlar? 16-nı. 16-nı gördünüz. 2 bayt. Ona görə neçə bit eləyəcək? 16 bit. 16 bit eləyəcək. 2 bayt. 16 bit də bərabərdir 2 dənə bayta. Başa düşdük? Bəli. Deməli, sənə desə ki, bu ifadə ASCII-də yazılıb. Simvolların sayını neçəyə vuracaqsan? 1 bayta. Unicode-da yazılıb. 2 bayt. 2 bayta vuracaqsan. İndi üçüncü situasiyada belə ola bilər ki, əlifba başqa bir əlifba olsun. Məsələn, desəm ki, 512 simvol əlifbadır. Onda neçəyə vuracaqsan? 2 üstünü 2-nin qüvvətinə. 209-dur deyə neçəyə vuracam? 9'u. 9-a vuracam. 1024 simvol əlifba desəydi, 210-dur deyə 10-a vurardım. 2048 simvol əlifba desəydi, 11. 11-ə vurardım. Yəni 2-nin qüvvəti neçədirsə, həmin qüvvətə vururam. Ha, 210-a yox, 10-a, 208-ə yox, 8-ə, 209-a yox, 9-a burada çaşmırsınız. Bəs yaxşı. Məsələ buradadır ki, bir də ədəd 2-nin qüvvəti olmasa. Məsələn, Ondan sonra gələn. desək ki sizə 33 simvollu əlifba. 64 götürəcək. Yox. İndi baxıram. 33-dən əvvəl gələn 2-nin qüvvəti hansıdır? 32. 33-dən sonra gələn 2-nin qüvvəti hansıdır? 64. Sən indi 33-ü bunlardan hansına yerləşdirə bilərsən? 64-ə. Ona görə 32-ni atdın, 64-ü götürdün. 2 üstü 6. 33 kiçikdir. 33 kiçikdir. 64. O da bərabərdir. 2 üstü 6 olduğundan bir simvolun həcmi nə qədər olardı? 6 bit. 6 bit olardı. Bəli. Başa düşdük? Bəli. İndi birinci əl. ASCII olsaydı neçəyə vuracaqdım? ASCII olsaydı 1 bayt. 1 bayta. Cavab nə oldu? 19 bayt. Unicode olsaydı neçəyə vuracaqdım? 2 bayta. Cavab nə 28 oldu? 38. olmaz, 38 bayt olar. 19 vurulsun 2, 38 bayt. Yaxşı, bəs desəydi ki 33 simvol əlif. Bunda nəyə vuracaqdım? 6'ya. 6 bitə. 19'u 6'ya vuranda deməli 60, 54, 114. 114 yox. 114. 114 düzdür. 115 Bit. Bit. 6 bit. 6. Bax. 33 deyə hara baxdım? 64'ə baxdım. 63 küsü neçə idi? 6. Deməli neçə bit oldu? 6 bit oldu. Sən 6 yazmamısan orada. Hə, şu. Bu sən də yazırsan.
Ha, 6 biti də vuranda elədi. Hamı başa düşdü bu sualı. Bəli, müəllim. Ay son. İndi bir dənə ifadə verirəm sizə. Həmin ifadəni tapırsınız. Deyirəm ki, çox məşhur bir xəlifənin adı yazılır. 4 xəlifənin hamısı çox işlər görürlər. Amma mən adı biraz... Mən bayaq arizə vergüldən sonra boşluq qoydurdum. Vergüldən sonra həmişə boşluq var. Mən Normal boşluq var. qrammatik qaydaya görə. Amma sizdə gördün ki, yoxdur, birləşik yazılıb. Onda necə yazılıb belə saymalısın. Yəni vergüldən sonra birləşik yazılıb deyirsiniz, yoxsa? Əsasən yazılmamalıdır. Amma bir də görürsən ki, özləri dilləri səhv edirlər. Onlar nə yazıbsa, sən ona baxmalısan. Birləşik yazıblarsa, boşluq deməli yoxdur. Birləşik yazmayıblarsa, boşluq Onda var. siz vergül qoymuyorsunuz. Biz belə yazacağıq. Ömər İbn kim? Xəttab. Ömər ibn Xəttab o deməkdir ki, Xəttabın oğlu Ömər. Ömər ibn Xəttab. İkinci xəlifə hansı ki, Qüdsü fəth edən adam. Ömər ibn Xəttab. Siz tarix də bilirsiniz. Ömərdən sonra vergül, əlbəttə, yox, tarix dünyada olmalı. Ən azı İslam tarixi bilməlisiniz, Türk tarixi bilməlisiniz. Bu sizin vəzifə borcunuzdur. Burada bir boşluq var, burada bir boşluq var. Mən ola bir dənə söz deyim. Ömərdən sonra vergül, İbn Xəttab ayrı, Xəttabdan sonra da nöqtə. Əlifba nədir? Əlifban deyəcək. Xəttat. Birinci sual. Əlifba Unicode'dursa. İkinci sual. Əlifba ASCII-dirsə. ASCII belə yazılır. Üçüncü sual. Əlifban 253 simvollu əlifbadırsa. Dördüncü sual. Əlifban olsun 2048 simvollu əlifbadırsa. Mən bir dənə sən 253 yazır. Bəli, 253. Dördüncü sual 2048 simvollu əlifbadırsa. Ha, nə indi? Hamısını əldə edirsiniz. Buyurun. Ömər ibn Xəttab. 2048 lövhədə var. Dördüncü. Lövhəyə bax, ekranı görürsən. Yenə deyirəm, kim qoşulubsa rekordla 100% videonu da izləyir. Yəni mən başa-başa baxa bilərsiniz. Saydım. Nöqtələ saymaq lazım. Rəqəmlərimi saydım, bilərəm. Mübaram düz tapırsan, özün tapmalısın. Mən izah edəndə deyəcəm. Mən azı izah edəndə cavab deyəcəm. Sonra yazana qədər mən bir dənə su götürürüm, gəl. Videonu saxlamırıq ki, 5 dəqiqə nisbəti olur. Arada patron eləmiş. O da yanında mı? Abi geri yazır yalanla. Hatırlamadım ya. Sən yazsan, mən sənə yemənin üstündə. Ben ortadaymışım, hiç hatırlamıyorum. Sonra bir şey unudursunuz ki, mən çıxanda yenə orada yazmağa davam edim. Abi dedim de size var. Benim də səsəndir. Bilməni bu neçə dəqiqədə o? Deme. 28 dəqiqə yazın. Cümlə danışsın. Yazdım mən. Yazdın? Yaxşıdır. İndi müqayisə eləyərik, hamı əlini qaldırar, kim düz yazdı, kim səhv yazdı. Mama başım karşıydı. Qarışmaz. Diqqətli olsan, qarışmaz. Saymış saymaq ama. bilirsənsə, Saymağı vurmaq bilirsənsə, deməli yazmaz. Saymaktan sonrası yazımdan çıktı. Qardaş, həzminizi tapılır. Simvolların sayıb olsun, bir simvol lazım. Deməli saymalısan, Unicode'da bir simvol lazım nə qədər ona vurursan. ASCII-lə eləyəndə ASCII-də bir simvol lazım nə qədər ona vurursan. Bunlar bir sual deyil ha, sən başa düşmürsən. Ola bir dənə söz Bunlar deyim. 4 dənə ayrı-ayrı müstəqil suallar var. Müəllim. Heç o belə formada sual sala Müəllim, bilməz. ola bir dənə söz. Hə, Orada 253 yazmışsınız. bəli. Ondan sonrasını başa düşdüm. İndi bit yazacağıq, byte yazacağıq. Ne olsa bir vaxt tapmalısan. Mən bəxt demişdim. Məsələn, 33 64 idi. Düzdürmü? Bəli. 6 nə yazdım mən? Bit. Deməli bit. Ne yazdın? Ha, 300. Şama diqqətli ol ha. Kim normal mısın? Yaza biləcəm sən. Sən mənim. Yazdın? Alırsın. Əli yazdı. Əli Xəyal, Hacı bəy. Cəmilə xanım. Yazdım müəllim. Yaxşı. İndi uşaqlar. Diqqət. Tamam. Mən Ömər ibn Xəttab ifadəsindən danışırdım, düzdürmü? Bəli. Bax, düsturum nədir? V bərabərdir. Düstur hissəsini bilən yaz təzdən. V bərabərdir. Simvolların sayı vurulsun bir simvol nəzm et. Sim nöqtəsi yazırlar. Bir də sim nöqtə ən asan qısa yolu budur. V bərabərdir. Sim nöqtəsi vurulsun sim nöqtə, yəni simvolların sayı bir simvol nəzm et. İndi V bərabərdir aşağıdan həll edirəm.
Simvolların sayı birinci məhsuliyyəti. Tapıram yerinə qoyuram. 17. Gəlin saya. 17. 1, 2, sən də məndən bir yerdə say. 3, 4, vergül 5, boşluq 6, i7, b, Mən 8, vergül görməmişəm. 9, 10, 11, 12, 13, 14, 15, 16, nöqtə ilə bir yerdə 17. 17 simvol var idi. Simvolların sayı 17'dir. Birinci sual. 17 neçəyə vuracam? 1'e. 1'ə. 1'ə. 1 nəyə? 10 bayta. 17 bayt. ASCII-də bir dəqiqə, mən birinci ASCII deməmişim, bax, birinci Unicode demişəm. Mən yazdım. 34 var. Onu neçəyə vuracam? 34. 2'yə vuracam, bəli 2 bayta vuracam, çünki birinci Unicode demişdim. 34. O da elədi 34 bayt. Birinci sualı həll elədim. İkinci sual. 17 B bərabərdir. 17 neçəyə vuracam? 1'ə. İkinci ASCII-dir. Uşaqlar, heç Bir nə bayt. deməsi hansıdır? 1 bayt. Heç nə deməsi ASCII-dir 1 bayt. Yaxşı. Birdən sənə bir simvol yazmaq heç nə demirsə, o zaman bil ki, o bir simvol yazır, bir ASCII-dir və 1 bayt. Əgər soruşmursa da, Unicode Allah ikidir. soruşsun. Unicode-da 2 baytdır. bəli. ASCII-də ikinci sualda vurdum neçəyə? 1'ə. 1 bayta elədi elə 17 bayt. Üçüncü sualda 253 deyir. 253 nədən kiçikdir? 256-dan. 256 nəyə bərabərdir? 208-ə. 208-dirsə, qüvvət neçəni götürəcəm? 8 nəyi? 8 bit, yəni neçəni? 8'de mən deyim. 8 bit, yəni 200 var. 1 baytı. Yəni bu da nəydən eyni olmuş olacaq? ASCII nəyin olmuş olacaq? V bərabərdir. 17 vurulsun 8 bit. Ben 136 bit yazmışım. Bu deyəcək 136 ay sağ ol. 136 bitlə təzədən bayta çevirsən eyni cavabı alaram. İkinci misaldakı neyini? Səbir ol. Bundan sonra 2048 dördüncü sual. Onda B bərabərdir nə olacaq? 17 vurulsun neçə? 187 bit. Niyə? Çünki 2048 211-də neçəyə vuracam o zaman? 11 bitə 17-nin 11'ə vuranda 187 bit. Bəli, 187 bit. Amma başa düşdü? Bəli. Sonra bugünlük bura qədər. İndi F tapşırır. F tapşırır. Hazır versin. İkinci F tapşırır. Yox, F tapşırır. F tapşırığı. Kim var? Abi online yap. Ben düne ne vermiştim? Word vermiştim. Gördü videoda. Yazmana şey. Yox, al. Bax, yazmana işlədir. Tam bitirməmişim axı. Dördüncü olmalı inşallah. Sualsız belə olacaq. Bayaqki fayda var idi ha. Evə verdik. Hə, şeydə bayaqki. Nədir o? Hə. Ömər ibn Xəttab. Bəli. Ömər ibn Xəttab ifadəsini olduğu kimi götürürsünüz. Bəli. Sual 1. Yazdım Ömər bir ibn nəfər Xəttab qrup olmasıdır var. uşaq. Yeni cümləni yazıram, yazın ora. Yazdı qrup. Mən bu cihana Sığmazım. sığmazam. Bəli. Mən bu cihana sığmazam. Mən bu cihana sığmazam. Sığmazamdan sonra nöqtə, məndən sonra vergül, budan sonra tre. İnşallah bir nəfər qrupa yazsın da zəhmət olur. Aha, mən bu cihana sığmazam. Olsa video bax. Sual 1. ASCII-də. Sual 2. Unicode. Ben yazdım. Sual 3. 45 simvol əlifba. Gördüm. Sana fikir. Sual 4. Neçə olsun? Məsələn, 4096 simvol əlifba. Bəs. Bu da digər tapşırıq. Yaxşı? Tamam, gedə bilərsiniz. Şablon getir.